Sumqayıt 4 nömrəli tam orta məktəbdə 1D sinifinin 1-ci sinifdə öyrəndiklərimiz adlı yadda qalan tədbiri keçirilib. Tədbir sinif rəhbəri, fədakar ibtidai sinif müəllimi Şəfəq Məmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Şagirdlər tədbirdə vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, rəqs nümunələri ilə çıxış ediblər. Onların özünə inamla, qürurla səhnəyə çıxması, milli dəyərlərimizə olan sevgi ilə çıxış etməsi tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Məktəbin direktoru Səadət Məmmədova tədbirdə çıxış edərək uşaqlara gələcək təhsillərində uğurlar arzulayıb. Daha sonra çıxış edən Abşeron Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev bu cür tədbirlərin uşaqların tərbiyəsində və mənəvi dünyalarının zənginləşməsində mühüm rol oynadığını qeyd edib. Tədbirin əsas qəhrəmanlarından biri isə şübhəsiz ki, Şəfəq müəllimədir. O sadəcə bilik verən müəllim deyil, o həm də uşaqların ruhuna toxunan, onların şəxsiyyət kimi formalaşmasında təkan verən bir ziyalıdır. Şəfəq Məmmədova öz fədakar əməyi, yüksək pedaqoji biliyi və uşaqlara olan sonsuz sevgisi ilə fərqlənir. O şagirdlərinə milli kimliyimizi, vətən sevgisini, insani dəyərləri aşılayır. Onun dərs metodikası yalnız dərs otaqları ilə məhdudlaşmır. O uşaqların həyat məktəbinin əsas müəllimidir. Şəfəq müəllimənin qayğıkeşliyi, səmimiyyəti, məsuliyyətli yanaşması nəticəsində 1D sinifinin balaca fidanları artıq bugündən gələcəyin vətənpərvər, savadlı və sağlam düşüncəli vətəndaşları kimi formalaşır. Valideynlər dəfələrlə onun yüksək peşəkarlığını və uşaqlara fərdi yanaşmasını təqdir ediblər. Bu kimi tədbirlər məhz Şəfəq müəllimə kimi müəllimlərin əli ilə həyata keçiriləndə təkcə uşaqlar üçün deyil, bütöv bir cəmiyyət üçün əhəmiyyətli bir tərbiyə dərsi olur. Şəhmistan Fikrətli, Firuzad Gözəlov, Bugün informasiya proqramı üçün.